Sahibkarlıq fəaliyyətinin təşkili və inkişafında mühüm amillərdən biri də zəruri icazə və lisenziyaların əlçatan olmasıdır. Bu istiqamətdə göstərilən xidmətlərin çevik təşkili sahibkarların müxtəlif sahələr üzrə fəaliyyət imkanlarının genişlənməsinə şərait yaradır. Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Asan Xidmət Mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 25 lisenziya verilir. Verilmiş lisenziyaların sayı ötən il müvafiq dövrünə nisbətən 8,7% artıb. Cari ilin 6 ay ərzində Naxçıvan Muxtar Respublikası müvafiq qurumlarının verdiyi 3258 icazə reyestrdə qeydiyyata alınıb. Verilmiş icazələr əsasında dövlət büdcəsinə 77,2 min manat vəsait daxil olub. Biz TİF fəaliyyəti ilə bağlı olaraq ilk lisenziyamızı almaq üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə Asan Xidmət vasitəsilə müraciət etdik və müraciətimizə operativ şəkildə baxıldı, müsbət qiymətləndirildi və aidiyyəti üzrə lisenziya bizə təqdim edildi. Hazırda isə fəaliyyətimizin daha da genişləndirilməsi məqsədi ilə 14 iyul 2026-cı il tarixində lisenziyamızın 3-cü əlavəsi üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə Asan Xidmət vasitəsilə müraciət etdik və inanırıq ki, yenidən fasiləsiz olaraq fəaliyyətimizi həyata keçirəcəyik. Sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunmuş qanunvericilik dəyişikliklərinə uyğun olaraq 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunur. Bu çərçivədə 2026-cı ilin yanvar-iyun aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 89 təsdiq edici sənəd təqdim edilib. Həmin sənədlərdən 6-sı texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 83-ü isə xammal və materialların idxalı üçün verilir. Bu sənədlər əsasında Rusiya, Çin və Türkiyədən ümumi dəyəri 2,2 milyon manat olan texnika, texnoloji avadanlıqlar və qurğular, həmçinin Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Cənubi Koreya kimi ölkələrdən ümumi dəyəri 6,1 milyon manat olan xammal və materiallar rüsumsuz idxal edilir. Nəticədə, cari ilin ilk 6 ayında idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 2,5 milyon manat məbləğində güzəşt əldə ediblər. Müəssisəmizin inkişafında dövlət dəstəyi mühüm rol oynayır. Hal-hazırda müəssisəmizdə 15 nəfər daimi işlə təmin olunmuşdur. 2026-cı ilin yanvar ayı ərzində Naxçıvan Muxtar Respublikasında yerləşən istehsal müəssisələrindən güzəştlərlə bağlı təsdiq olunan dövlət proqramına əsasən müəssisəmiz güzəştlərdən yararlanaraq həmin müvafiq dövr ərzində Muxtar Respublikaya idxal, istehsal üçün gətirdiyimiz xammal məhsullarında dövlət gömrük rüsumundan vədə-vədən azad olunmuşdur. Sahibkarlar üçün yaradılan imkanlar yeni istehsal və xidmət sahələrinin formalaşmasına, eləcə də mövcud müəssisələrin genişləndirilməsinə əlavə stimul verib. 2026-cı ilin yanvar-iyun aylarında bu istiqamətdə ümumilikdə 141 layihə icra olunub. Onlardan 30-u yeni yaradılma, 111-i isə genişləndirmə layihələridir. Hazırda isə 88 layihənin icrası davam etdirilir ki, bunların 36-sı yeni yaradılma, 52-si genişləndirmə layihəsidir. İcra olunmuş 141 layihədən 122-si Naxçıvan Muxtar Respublikasının sahibkarlığın inkişafı fondunun dəstəyi ilə həyata keçirilir. Əsas göstəricilərindən biri 141 investisiya layihəsinin başa çatdırılmasıdır. Ancaq burada diqqət çəkən əsas məqam odur ki, bu layihələrin böyük əksəriyyəti 111-i mövcud müəssisələrin genişləndirilməsi, cəmi 30-u isə yeni layihələrdir. Yəni bu biznesin sıfırdan yeni istehsal yaratmaqdan daha çox mövcud potensialını artırmağa üstünlük verdiyini göstərir. Yəni iri biznes sahələri daha da böyümüşdür. Digər mühüm məsələ layihələrin maliyyələşmə mənbəyidir. 141 layihənin 122-si sahibkarlığın inkişafı fondunun dəstəyi ilə həyata keçirilib. Bu isə onu göstərir ki, investisiya prosesində dövlət dəstəyi hələ də əsas rol oynayır. İstehsal imkanlarının genişlənməsi və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması xarici ticarət göstəricilərində də müsbət dinamika yaradıb. 2026-cı ilin yanvar-iyun aylarında Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 70,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,5% çoxdur. Xarici ticarət dövriyyəsinin 6,7 milyon ABŞ dolları ixracın, 63,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 14,4%, idxal isə 23,4% artıb.
Müsbət məqamlardan biri isə ixrac bazarlarının genişlənməsidir. Məhsulların Türkiyəyə, Gürcüstan, Rusiya, ABŞ, İsrail və digər ölkələrə göndərilməsi bazarın şaxələndiyini göstərir. Eyni zamanda ixrac olunan məhsulların böyük hissəsi tikinti materialları, qida, kənd təsərrüfatı məhsullarıdır. Növbəti mərhələdə yüksək əlavə dəyər yaradan sənaye məhsullarının ixracının artırılması əsas prioritet olmalıdır. Ümumilikdə qeyd edə bilərik ki, açıqlanan rəqəmlər iqtisadi fəallığın artdığını göstərir. Naxçıvanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər yaradılan imkanlar nəticəsində özəl sektorun iqtisadi fəallığı artır, yerli istehsalın genişlənməsi və ixrac imkanlarının artırılması istiqamətində yeni perspektivlər formalaşır. Samik Nuriyev, Rəşad Əkbərov, Elşən Məhərrəmov, NTV Xəbər.